Salam, xoş gördük dostlar. Deməli, dünyada əsasən iki cür idarə üsulu var. Birincisi budur ki, dövlətlər insan üzərinə kapital yatırırlar və onların daha çox, daha yaxşı elm almağında, təhsil almağında, bacarıqlı olmağında dövlət maraqlı olur. Bunun səbəbi budur ki, dövlət gələcəkdə həmin insanların elmindən, təhsilindən yararlanmaq istəyir. Və əsasən bu ölkələrdə üzdə də olsa sən görürsən ki, dövlətlər insanların rifahı naminə, insanların gələcəyi naminə nəsə eləməyə çalışırlar. Və bu demokratiya adlanan sistem də azdan çoxdan həmin ölkələrdə hiss olunur. Yəni biz pərdə arxasını görə bilməsək də ən azından üzdə görürük ki, doğrudan da bu ölkələrdə insanların haqlarına, məhkəmə sistemi, polis sistemi və digər orqanlar insanların haqlarına az da olsa riayət eləyirlər. Amma ikinci idarə üsulu nədir? İkinci idarə üsulu bildiyimiz diktaturadır ki, bu idarə üsulu da Azərbaycanda müşahidə olunur və bir çox ölkələrdə əsasən bu idarə üsulu tətbiq olunur. Deməli, bu ölkələrdə insanların rifahı və ümumiyyətlə insan faktoru bu ölkələrdə maraqlı deyil. Yəni, dövlət bu ölkələrdə insan üzərinə heç bir yatırım qoymur. Yəni, insanların təhsili, sistemi, insanların, belə deyək də, rifahı, onların yaşayışı, onların dolanışığı bu dövlətlər üçün zərrə qədər də olsun maraq kəsb eləmir. Nəyə görə? Çünki gələcəkdə dövlət onlardan sadəcə bir qul kimi, nökər kimi istifadə eləməyi nəzərdə tutur. Yəni, bu insanların təhsilli olmağı, elmli olmağı o ölkələrdə heç nəyi dəyişməyəcək. Əksinə, dövlət daha çox maraqlıdır ki, bunun ölkəsində yaşayan insanlar daha az təhsilli, daha az savadlı, daha az dünya görüşlü olsunlar ki, bu xalqları rahat şəkildə istismar eləyə bilsinlər. Məsələn, Azərbaycanı götürsək, Azərbaycanın timsalında bir çox ölkələrdə bu tipdədir. Yəni, bu ölkələrdə dövlət insanlar üzərində zərrə qədər də olsun yatırım qoymur və insanların təhsilinə, onların səhiyyəsinə, onların gələcəyinə maraq göstərmir. Bu dövlətlərin işi nədən ibarət olur? Bu dövlətlər ancaq və ancaq insanları istismar eləməyi nəzərdə tutur. Dövlətlər əsasən bu ölkələrdə ancaq və ancaq təbii sərvətlərdən istifadə eləyir və bacardığı qədər həmin ölkənin insanlarını istismar eləməklə, əməyindən süni şəkildə sui istifadə eləməklə öz büdcəsini doldurmağa çalışır. Bu ölkələrdə siz ancaq və ancaq dövlətin polisdən istifadə elədiyini görərsiniz. Bu ölkələrdə heç vaxt demokratiya olmaz. Bu ölkələrdə heç vaxt insan haqlarına riayət edilməz. Heç vaxt azad məhkəmə olmaz. İnsanlar azad söz söyləyə bilməzlər. İnsanların elmi, təhsili, düşüncəsi, şuur səviyyəsi heç vaxt yüksək səviyyədə ola bilməz. Nəyə görə? Ona görə ki, dövlət təhsil sisteminə, dövlət səhiyyə sisteminə və heç bir sistemə, heç bir sahəyə maraq göstərməzlər. Azərbaycan da bu tip ölkələrdən biridir və İlham Əliyevin əsasən hansı dövlət başçıları ilə görüşdüyünü və orada nələrə yatırım ayırdığını siz görsəniz, onda mənim sözümü təsdiq eləyərsiniz. Baxın, İlham Əliyevin əsasən səfər elədiyi ölkələr Orta Asiya ölkələridir. Türkmənistana gedir, Özbəkistana gedir və s. bu ölkələrə gedir ki, həmin ölkələrdə də eyni Azərbaycanda olduğu kimi diktatura sistemi var və gedib o ölkələrdə yalnız və yalnız öz görbagör dədəsi Heydər Əliyevin büstünün açılışında iştirak eləyir. Nardaranda yaratdığı Sibrizi bu yaxın günlərdə gedib eynisini Özbəkistanda açacaq və s. bu tipli işlərlə ancaq və ancaq öz büdcəsini, öz qarnını doyuzdurmağa çalışacaqdır. Çox təəssüf hissi ilə deyə bilərəm ki, Azərbaycan xalqı da hələ ki bu zülmləri görə-görə susur və nə qədər ki Azərbaycan xalqı susacaq, nə qədər ki Azərbaycan xalqı birləşməyəcək, təşkilatlanmayacaq, ayağa qalxmayacaq, bax Azərbaycan xalqının günü belə olacaq, bəlkə bundan da betər olacaq.